Aktivlər ətrafında da fikir mübadiləsi aparılıb. Tədbir bədii mədəni proqramla yekunlaşıb, forum isə öz işini sabah Naxçıvanda davam etdirəcək. Bütün pensiyalarda artım olacaq. Belə ki, ötən həftə Milli Məclisdə 2026-cı ilin büdcə zərfi müzakirə olunub. Bir sıra sahələrə ayrılan xərclərin artırılması gözlənir. Vətəndaşları düşündürən əsas məsələ isə pensiya və minimum əmək haqqının artırılmasıdır. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sosial sahədəki addımların bir qismi qanunvericiliklə, digər bir qismi isə prezident tərəfindən verilən qərar və imzalanan sənədlər reallaşır. Yanvarın 1-dən etibarən əmək pensiyaları haqqında qanuna əsasən pensiya məbləğindəki məbləğləri indeksləşdirilərək artırılacaq və bütün növ pensiyalara şamil ediləcək bu. İlkin gözləntilər ondan ibarətdir ki, pensiyalarda 9,2% artım qeydə alınacaq. Bu, həm yaşa, həm valideynini itirməyə, həm də əlilliyə görən pensiyaları əhatə eləyəcək. Növbəti ildən etibarən 1.100.000 vətəndaşın pensiyalarında artımlar olacaq. Deputat onu da qeyd edib ki, ehtiyac meyarının artırılması ünvanlı sosial yardım məbləğində artımlara da səbəb olacaq. Ona görə həm ünvanlı sosial yardımın məbləği, həm əmək pensiyalarının indeksləşdirilərək artırılması, həm də pensiya kapitalındakı artımlar qanunvericiliklə tənzimləndiyindən öncədən təbii ki, həmin addımları proqnozlaşdırmaq mümkün deyil. 2026-cı ilin dövlət büdcəsindən sosial xərclərin həcmində artımlar nəzərdə tutulur. 2025-ci ildən bu sahəyə yönəldilən vəsait 16,9 milyard manat idisə, 2026-cı ildən 17,1 milyard manat sosial istiqamətə yönləndiriləcək. 2026-cı ildə də sosial təminat və müdafiənin daha da gücləndirilməsi prioritet olaraq qalacaq deyə Milli Məclisin üzvü Vüqar Bayramov qeyd edib. Sosial şəbəkələrdə son illər davranış sərhədlərinin getdikcə daha çox aşılması cəmiyyətdə böyük narazılıq yaradır. Təhqir, qeyri-etik jestlər və əxlaqa uyğun olmayan paylaşımlar